Herkese salam, yeni vloguma hamınız xoş gəlmisiniz. Hal-hazırda bowlingdəyik. Birinciyə gəldik Zootopiyaya baxmağa. İndi də gəlmişik bowling oynayırıq. Və hamıdan geridəyəm. Bugün mənim günüm deyil. Qızlarla çoxdan da bir yerlərə getmirdik. Ona görə düşündük ki, bu günlərə çıxaq, biraz gəzək. Deməli qızlarla sağollaşdıq. İndi mən gəlmişəm kargomu götürməyə. Temudan kargom gəlib, bunu birlikdə evdə açacağıq. Kargonu götürəndən sonra da böyük ehtimal evə gedəcəm. Çünki dərsim var evdə. Uşaqlara dərs keçməliyəm. Amma 18:00-da da dərsim və saat 16:23-dür. Və qəşəng mağazinlər açıblar. Bargelonun mağazinini açıblar. Bir də ki, Madame Bijou aksesuar yeri. Belə, onlar da girmək istəyirəm əslində, amma bilmirəm. Bəlkə də başqa bir gün girərəm. Kargomu götürdüm. İndi evə gedirəm. Mağazinlərə girmədim. Mağazinlərə düşünürəm ki, başqa bir gün gedərəm. Bu sifarişlərimi Temudan vurmuşam və videonun aşağısına da linklərini qoyacağam. Keçid edib baxa bilərsiniz. İlk öncə belə bir adapter qoruyucu aldım. Bilmirəm bu sadəcə məndə belədir ya yox. Adapterlarım çirklənir və mən sonra o çirki təmizləyə bilmirəm. Elə ona görə dedim ki, nə qədər ki çirklənməyib, belə bir qoruyucu alım. Özümə seçəndə mama dedi ki, birini də mənə götür. Ona da belə çəhrayısını götürmüşəm. Bunu da qardaşım aldırıb özünə. Bunun belə hissələrini ayırırsınız və düzəldəndə bir fiqur halına gəlmiş olur. Şəklini də buralara qoyaram, baxarsınız necə bir şey alınır. Qardaşım Lego həvəskarıdır, bunu da doğum gününə mən almışam. Bunun şəklini göstərmişdi mənə, mən də düşündüm ki, elə bunu alım. Həm doğum günü hədiyyəsidir, həm də ki, istədiyi bir şeydir. Bütün hissələrdə əksiksiz gəlmişdi. Ümumiyyətlə, çox Legonu Temudan sifariş vermişəm. Həm çox yaxşı gəlir, həm də ucuz başa gəlir. Buradakı mağazalarda çox baxmışam. Legoların 200-300 hissəlisi qiyməti 20 manatdan başlayır. Amma Temuda isə bu qiymətə 1000-2000 hissəli Legolar ala bilərsiniz. Uzaq məsafələrə, rayona gedəndə mən bilmirəm ki, əşyalarımı hara qoyum, çanta olaraq nə götürüm. Düşündüm ki, elə bu sifarişimdə Temudan çanta da vurum. Sözün açığı qərarsız qalmışdım ki, yaxşı gələcək yoxsa yox, amma qəşəng gəldi, çox bəyəndim. Çoxlu bölmələri var, hətta ayaqqabı qoymaq üçün də yeri var, yəni çox əlverişlidir, gedib gönül rahatlığı ilə ala bilərsiniz. Növbəti gün isə Trendyoldan kargom gəlmişdi. Həm onu götürdüm, həm də mağazalara gəzdim. Burada isə Rossmandayam. Burada maraqlı şokoladlar falan var. İstəyirəm birini götürüm. Baxıram elə ki. Mansını götürürəm. Gəlmişik evə. İndi bir-bir aldıqlarımı göstərəcəm sizə. Gələndə kargomu da götürdüm. Bir də aksesuar mağazinine girmişik. İndi göstərirəm nələr aldıq. Deməli, bir ədəd belə bir sırğa aldım. Bunu 5 manat almışam. Bunu mama özünə götürdüm. Qiyməti də belə. Bunu da özümə almışam. Bu da 5 manat idi. Bunu mama özünə alıb. Belə bir sep. Və çox qəşəngdir. Düşünürəm ki, kaş mən də alardım bundan. Qiyməti də 4.80. Bunlar aksesuar mağazinindən aldıqlarımız idi. İndi gəldik əsas məsələyə, kargoya. Deməli, belə bir sildan nəsə almışam, amma heç yadımda da deyil nə aldığım. Bu Zesil markasının razmarin suyudur. Bunun saç tökülməsinin qarşısını aldığını demişdilər. Mən də aldım, görüm necədir. Həqiqətən də qarşısını aldığını hiss eləsəm, sizinlə də bölüşəcəm. Gəldik ikinci kargoya. Bunu bilirəm nədir. Bu misilyer suyumuz qutarmışdı. Əslində keçən kargoda gəlməli idi bu. 3 dənə zakaz eləmişdik. Onda gəlməli idi. Amma ikisini göndərmişdilər, birini göndərməmişdilər. Sonra onun ödənişini geri verdilər. Biz də yenisini almaq məcburiyyətində qaldıq.
set halında almışıq və hal-hazırda bundan məndə var və bunu istifadə edirəm. Deməli, bunun içində yağ var və qəşəng təmizləyir. Sadəcə bilirsiniz, bunun nəyindən narazıyam? Üz yağlı olur və bu da məni narahat eləyir. Ona görə bundan sonra gedirəm üz köpüğü ilə də üzümü yuyuram. Set halında endirimdə də yenə də aldım. Bir də belə bir misli yarısı almışıq. Zaten dediyim kimi set halında almışıq. Üz, göz, bir də dodaq üçün. Üçüncü gün isə qrup yoldaşımın doğum günü üçün görüşəcəyik. Bilmirəm səsim nə qədər eşidilir, çünki pəncərəni də açmışam. Deməli, burada gördüyünüz hamısı doğum günü hədiyyəsidir. Sadəcə hissə almışam. Ona görə hamısı ayrı-ayrı paketlərdədir və fərqli mağazinlərdən almışam deyə. İndi hamısını tökmüşəm. Sizinlə bərabər bunları qəşəng qoyacaq həmin bu aldığım paketə. Zaten hər şeyi detallı bir şəkildə göstərəcəm sizə. Deməli, öncəliklə belə bir çaşqa almışam. Göstərim sizə də. Və istəyirəm ki, hər şeyi bunun içərisinə qoyum. Amma öncəliklə bunu silməliyəm, çünki mağazində bu bayağı bir tozlanıb. Hədiyyə paketi almışam. Belə bir şokolad. Bunu mən özüm də çox sevirəm. Miss Stacy'nin 764 nömrəsini almışam. Çünki keçən dəfə onunla mağazinləri gəzirdik, makyaj mağazinlərini. Və 764 nömrəsini istəyirdi, sadəcə mağazində həminki anda yox idi. Dedim ki, bunu da alım. Hədiyyə paketinin içərisinə qoymağa kağızlar. Sizin olsun belə bir kremi. Deməli, balaca sponjlar, bir də belə bir nisbətən böyük bir sponj. Belə bir açıqca aldım dünən, içinə nəsə yazmağa. 2 ədəd belə bir maska. Və Maybelline-dən belə bir pomada. İndi bunları başlayırıq paketləməyə. Bunu göstərməyi unuttum. Belə bir lentim də var mənim. Nəysə belə daha qəşəng görsənməyini istəsəm, indi baxacam da nə edə bilərəm bununla da. İstifadə edərik. Keçən dəfə rəfiqəmin doğum günü videosunun altına belə bir şərh yazılmışdı bir xanım tərəfindən. Yazmışdı ki, videodakı insanların və öz üzüvü bağlamısan, axı kimə lazımsız siz, sən bir də video çəkmə. Mən də bu məsələyə buradan aydınlıq gətirmək istədim, bəlkə bəziləriniz də belə düşünürsüz. İlk öncə videomdakı digər şəxslərin üzünü niyə bağladığımdan başlamaq istəyirəm. Videodakı o insanları mən tanımıram, lap tanısam da mənim haqqım yoxdur ki, o insanların icazəsi olmadan mən onları paylaşım. Özümə gəlincə isə hələ ki istəmirəm, təbii ki gələcəkdə fikrim dəyişə bilər. Amma bu gələcək nə zamandır heç özüm də bilmirəm. Deyirəm bu şokoladı gəlin sizinlə bərabər bununla lentləyək. Məncə qəşəng olar. Bir yoxlayaq. Ola bilər bir ay, bir il sonra, ola da bilər ki heç olmasın. Amma mən videoları çəkməyə davam eləyəcəm, çünki bu mənim uşaqlıq xəyalımdır. Və ən maraqlısı da odur ki, xanımın səhifəsinə girdim. Çünki şərhin kimin mənə yazdığı çox maraqlı idi. Məncə belə daha qəşəng alındı. Bir neçə videosuna baxdım və videolarında öz üzünü göstərmirdi. Hədiyyəmiz hazırdır. Bir dənə qaldı bunu yazmaq. Buna da əslində çox bir şey yazmayacağam. Sadəcə yazacağam ki, təbriklər. Videolarda özümü, insanları niyə paylaşmıram açıqlaya bildim məncə. O xanıma da həyatında uğurlar. Biz isə artıq burada qızlarla kafeyə gəlmişik. Burada isə rəfiqəm hədiyyələrini açır. Mən isə sizinlə bir videonun daha sonuna gəlmiş oluram. Videolarımı bəyənərək, kanalıma abunə olaraq bu yolda mənə dəstək olsanız çox sevinərəm. İzlədiyiniz üçün təşəkkürlər. Özünüzə yaxşı baxın. Sağ olun.